Mənə tez-tez deyirlər ki, Kamran, sən niyə Avropada yaşayan bizim blogerlərimizə qarşı bu sporları davam eləmədin və yaxud deyirlər ki, sən İsrail-İran temalarına niyə qarışmırsan, bir tərəfi seçmirsən, ya İrana, ya İsrailə dəstək olmursan və yaxud nəyə görə öz videolarında tez-tez nədənsə razı deyilsən, demirsən sözlərvi şikayətlərdir. Birincisi, mən demək istərdim ki, mənim üçün dünyanın dörd tərəfində yaşayanlar Azərbaycanlıların hamısı mənim üçün əzizdir. Və mən istəmirəm bu mübarizədə Azərbaycanlılarımız bir-birinə qarşı gəlsinlər. Çünki biz bir-birimizə qarşı gəlsək, təbii ki, əsl düşmənlərimiz qalib olacaqlar. Ona görə də hamısı xoşbaxt olsun, can sağlığı və uzun ömür. Bir Azərbaycanlı var, Avropada yaşır. 5 ildir məni söyürdü. Ermənilərlə dost idi, bilmirəm, qardaş idi, məni söyürdü. Mən neylədim? 5 ildən sonra Lənkəranda onun valideynlərin məzarlarını tapdım qəbirstanlıqda. 2 molladan xahiş elədim, onlar Quran oxutdular. Videonu göndərdim, dedim ki, Allah bağışlasın. Tamam, budur. Mən öz xalqımdan, baxmayaraq kimsə nədənsə razıdırsa, razı deyilsə, dava eləyən, sporlaşan deyiləm. Birincisi. İkincisi, İsrail-İran müharibəsində bir tərəfi tutursan, bunlar üçün sən pissən. O tərəfi tutursan, bunlar üçün sən pissən. İsrailə deyirsən, ay İsrail xay, deyirlər, bəs sən müsəlman deyilsən, burada 40 milyon Azərbaycanlı var. İran tərəfini tutursan, Yevreylər deyirlər ki, bəs biz sizə dəstək olmuşuq, Qarabağ müharibəsində biz sizə qardaş olmuşuq, biz onlar inciyirlər. Ona görə mənim mövqüm belədir. Mən hamıya can sağlığı arzu eləyirəm, nə İsraili, nə İranı dəstəkləyirəm, nə hansısa formaları və yaxud hansısa mövqələri, politik strukturları mən bütün Azərbaycan xalqımı dəstəkləyirəm. Allah bizim xalqımızı qorusun və məndən soruşanda sən kimin tərəfindəsən, mən həmişə deyirəm, mən Azərbaycanın tərəfindəyəm. Hamıya uzun ömür, can sağlığı, xoşbaxt olaq, bir olaq. Eşq olsun.